Cədvələ əsasən yanlış fikri göstərin. Cədvəldə əsasən bitki şöbələri göstərilir və onların malik olduğu orqanlar göstərilir. Və nəzərə alsaq ki, X bitkisində kök, gövdə, çiçək, meyvə, toxum kimi orqanlara rast gəlinir. Deməli, bu bitki örtülü toxumlu bitkidir. Y variantında olan bitki şöbəsində kök, gövdə, yarpaq və ümumiyyətlə orqanlara rast gəlinmirsə, bu yosundur. Deməli, X örtülü toxumlu, Y isə yosun oldu. Z bitkisində kök, gövdə və toxuma rast gəlinirsə, bu bitki çılpaq toxumlu bitkidir. F bitkisində isə yalnız kök və gövdə var. Bu isə mamır ola bilər. İndi variantlara baxırıq və düzgün olmayan cavabı tapırıq. A variantı X növ sayına görə ən böyük bitki şöbəsidir. Fikri tamamilə doğrudur, çünki örtülü toxumlar növ sayına görə ən böyük şöbədir. B variantı Y təkamülcə ən qədim bitki şöbəsidir. Y yosunlar olduğuna görə nəzərə almaq lazımdır ki, ən qədim bitkilər elə yosunlardır, ona görə bu variant da doğrudur. C variantında Z ən az növ sayına malik olan bitki şöbəsidir. Təbii ki, bu variant da doğrudur, çünki çılpaq toxumlar 750 növə malik olmaqla ən az növ sayına malik olan bitki şöbəsidir. D variantı F təkamülcə ən son əmələ gələn bitki şöbəsidir. Nəzərə almaq lazımdır ki, mamırlardan qabaq yosunlar mövcud olmuşdur. Daha sonra qıcılar, çılpaq toxumlar və ən son örtülü toxumlar əmələ gəlir. Ona görə də bu variant doğru deyil, çünki ən son əmələ gələn bitki şöbəsi örtülü toxumlardır. Düzgün cavab D variantı.